Hədislərdə deyilir ki, məsələn, Mehdi gələndə məscidlərin deyir, qiblə tərəfini sökəcək. Onlar necə düşünürlər? Mehdi gəlib məscidləri niyə sökəcək? Bir düşünürlər bunu. Kimdən soruşsan deyərlər ki, Mehdi gələndə məscidləri sökəcək, belə eləyəcək. Mehdi belə deyək, insanlığa zülm eləmək üçün, insanların dinini təhqir eləmək üçün gəlmir. Mehdi haqqı dirçəltmək üçün gəlir. Və çox vaxt bu hədisləri bu cür deyirlər ki, Mehdi məscidləri sökəcək. Amma hədislərdə Mehdi məscidləri sökəcək deyə keçmir. Hədislərdə bu cür keçir. Mehdi məscidlərin qiblə tərəfini sökəcək. Deməli, doğru qibləyə baxmır. Ona görə sökəcək ki, artıq məscidin qibləsini doğru istiqamətə yönləndirsin. Buna görə. Yəni, məsələ kiminsə dinini alçaltmaq, kiminsə təhqir eləmək deyil, haqqı bərpa eləməkdir. Ancaq insanlar bu məsələni başa düşmürlər. Əslində, Mehdi həqiqi insanlığı, həqiqi sevgini, həqiqi birliyi, həqiqi qardaşlığı, həqiqi haqqı, ədaləti dirçəltməyə gəlir. Bərpa eləməyə gəlir. Bizim qardaşlardan biri bir dəfə sual ünvanlanmışdı İmam Əleyhisselama. Çox qəşəng sual idi. Mənim çox xoşuma gəlmişdi İmam Əleyhisselamın cavabı, həqiqətən heyran eləmişdi məni. Sual verdi ki, insanlar xəta eləyirlər və karma qanunu bu məsələni tənzimləyir. Bir insan bir xəta eləyəndə, bir səhv eləyəndə karma da bu rolu yerinə yetirir də, artıq onun başına gəlir və ya müəyyən bir qaydada əvəzləşmə baş verir, balans qorunur. Deyir, əgər bu cürdürsə, onda niyə İmam Mehdi gəlməlidir? İmam Mehdiyə nə ehtiyac var? Zaten bir adam xəta eləyəndə karma bunu tənzimləyir. Abdullah Haşim Əleyhisselam çox qəşəng cavab vermişdi. Dedi ki, İmam Mehdi Əleyhisselam ilahi ədalətli bir cəmiyyət qurmaq üçün gəlib. İnsanların sosial bərabər yaşaması üçün.